Salam, bugün sizinlə inkişaf dinamikasından 2002-ci il 1-ci qrup A variantının izahlarına baxırıq. Başlayaq birinci sualdan. Hansı maddə iri molekulu birləşmə əmələ gətirmir? B variantından başlamaq istəyirəm. Beta glikoza bilirik ki, sellozanın alınmasıdır. Yəni, selloza beta glikozadan alınır. Deməli, beta glikoza iri molekulu birləşmə əmələ gətirir. Amma bizdə şərtdə gətirmir soruşur. Ona görə B variantını atıram. Etilen glikol, ümumiyyətlə iri molekullu birləşmələr əsasən lapsan, enant, neylon və bir də kapron lifləri idi ki, yəni bu liflər iri molekullu birləşmə idi. Etilen glikolda lapsanın alınmasında istifadə olunurdu. Etilen glikolla tereftal turşusunun reaksiyasından lapsan lif əmələ gəlirdi. Deməli, bu da iri molekullu birləşmə əmələ gətirir. Vinil benzolun digər adı bilirik ki, stroldur. Yəni, benzol halqası olur. Və bir də buna vinil radikal birləşir. Bu vinil benzoldur. Bu da təbii ki, polimerləşə bilir. Çünki tərkibində burada pir abitəsi var. Pir abitə qırılır və açılır. Buradan da alınır. Deməli, pir abitə qırılır və iki tərəfinə açılır. CH, bir də açıq quruluşunu yazmayacağım. C6H5 və təbii ki, N qədər. Bu da bunun polimerləşməsidir. Yəni, burada da sonda iri molekullu birləşmə alınır. Alfa glikozada demişdik ki, alfa glikozadan nişasta alınırdı, yəni polisaxarid alınırdı. Beta glikozadan selloza alınır, amma alfa glikozadan nişasta alınır. Bunların da hər ikisi polisaxariddir, yəni iri molekullu birləşmədir. Benzol isə heç bir halda iri molekullu birləşmə əmələ gətirmir. Doğru variant A variantı. Keçək 77-ci suala. Birləşməni beynəlxalq nomenklatura ilə adlandırın. Beynəlxalq nomenklatura üsulu bilirik ki, nömrələnmə ilə aparılır. Nömrələnmə də funksiyonal qrup olan karbondan başlayaraq nömrələnir və elə eləməliyik ki, radikalların sayı ən az olsun. Yəni, elə mən burada üstündə yazacağım. Karbon, burada yəni, baxın, funksiyonal qrup budur da. Yəni, deməli, buradakı karbondan başlayıb, yəni birinci karbon bu karbondur. Məsələn, buradan, yəni başqa yerlərdən başlaya bilmərik. Onda cavabımız səhv alınacaq. Deməli, birinci karbonumuz budur, 2 bu. 3, 4, 5, 6. Bəzilərini soruşa bilərsiniz ki, məsələn, 1, 2 yazdıq, buna 3 yaza bilərikmi? Xeyr, yaza bilməzsiniz. Çünki ən uzun karbon zənciri seçilir beynəlxalq nomenklaturada və ən uzun karbon zənciri olduğuna görə də, yəni karbon sayı ən çox olmalıdır. Ona görə də təbii ki, bura və ya bura fərq etməz, yaza bilmərik. Adlandırdığımız zamanda İlk öncə radikalların adını qeyd edirik. Yəni, bu nədir? Bu qaldı. Yəni, ikinci karbona bir dənə metil radikalı birləşib. Birinci yazırıq 2. Sonra baxırıq ki, 3-də də var. Metil birləşib. Baxın, 3-cü karbona birləşib. Deməli, 3. Yəni, birinci yerlərini qeyd edirik. Başqa radikal yoxdur. 2, 3. Hər ikisi metil olduğuna görə, yəni metil radikal olduğuna görə dimetil. Uzun karbon zəncirində də baxıram ki, 6 karbon var, nömrələdik. 6 karbonda olacaq heksanon. Daha doğrusu heksanon yox, heksanal. Çünki baxın, buradakı aldehid qrupudur. Əgər keton qrupu olsaydı, keton qrupu da budur da, yəni bir oksigen birləşir. Əgər keton qrupu olsaydı, onda olardı, amma bu aldehid qrupu olduğuna görə heksan al olacaq. Yəni aldehidlərdə al şəkilçisindən istifadə olunur. Deməli, doğru cavab olacaq 200 dimetil heksanal. Yəni, doğru variant D variantı. Keçək 78-ci suala. 78-ci sualda deməli, birinci sink oksidin üzərinə karbon gəlinib. Gələk. Sink oksidin üzərinə karbon gələndə təbii ki, sink çıxır və karbon gəlib buradan oksigeni götürür. Alınır sink və bir də CO. Burada baxın, sink çıxdığına görə deməli, X maddəmiz olacaq CO. Deməli, A və Y variantını atırıq.
Davam edirəm. X-imiz oldu CO. CO-nun üzərinə ferium 2O3 gəlinib. Buradan da təbii ki ferium və CO2 alınır. Deməli, Y ya feriumdur, ya da CO2-dir. Cavablara baxa bilərsiniz ki, cavabların heç birində CO2 yoxdur. Ona görə ferium CO3, ferium 3O4 təbii ki bunlar deyil. Doğru cavab C variantıdır. Gəlin sonucunu da yazaq. Y-də ferium tapdıq. Ferium da üzərinə su gələndə ferium 3O4 və bir də hidrogen alınır. Burada da hidrogen çıxdığına görə deməli Z maddəmiz olub ferium 3O4. Bəli, cavabımızda da belə almışıq. Doğru variant C variantı. Keçək 79-cu suala. Hansı maddələrin qarşılıqlı təsirindən natrium karbonat alınmır? Gəlin bir-bir reaksiyaları yazaq. Deməli, A variantında natrium oksidinin üzərinə CO2 gəlinib. Təbii ki, bu birləşmə reaksiyasıdır. Alınır natrium 2CO3, yəni natrium karbonat. Yəni A variantından alınır, amma bizdə şərtdə alınmır. Soruşur, A variantını atıram. Keçək B variantına. Natrium hidrokarbonat, digər adı çay sodası. Üstünə gəlirəm natrium OH. Burada təbii ki hidrogen gəlir, OH-ı götürür, su çıxır. Digərləri də birləşir, yəni natrium karbonat alınır. Yəni bundan da alınır. B variantında atıram. Natrium HCO3-ün adı çay sodasıdır, amma natrium 2CO3-ün adı susuz sodadır. Bunu da yadda saxlayın. Keçək C variantına. CH3, COO natrium. Üzərinə natrium OH gəlirik. Bu reaksiyanı mən buranı siləm. Bu reaksiyanın çox asan bir yolu var. Burada CH3 gəlib burada sondakı hidrogeni götürür. Buradan bir dənə metan çıxır. Eyni zamanda metanın alınma reaksiyasıdır. Və burada ortada qalan bu hissəni birləşdiririk. Buradan da alınır natrium karbonat. Yəni buradan da alındı. C variantında atıram. D variantında natrium peroksidinin üzərinə CO2 gəlinir. Buradan da yenə natrium karbonat. Və bir də oksigen alınır. Deməli, bundan da alındı. D variantında çıxıram. Və bir də onu qeyd edeyim ki, natrium 2O2-nin adı natrium peroksiddir. Amma natrium 2O-nun adı, yəni bunun adı natrium oksiddir. Yəni bunlarda fərq var. Y variantına baxıram. Y variantında kalsium karbonat və natrium xlorun reaksiyasıdır. Bu reaksiyadakı təbii ki getmir və natrium karbonat alınmır. Çünki bunlar hər ikisi duzdur. Həm kalsium karbonat, həm natrium xlor. İkisi də duzdur. İki duzun reaksiyaya girə bilməsi üçün mütləq və mütləq sonda ya su, ya qaz, ya da bir çöküntü alınmalıdır. Yəni zəif elektrolit alınmalıdır. Bu reaksiyada isə alınmadığına görə bu reaksiya getmir. Yəni natrium karbonat da alınmır. Doğru cavab olacaq Y variantı. Keçək 80-ci suala. Hansı maddənin hidrogenlə reduksiya etdikdə spirt alınır? Deməli, bunun üçün bir qayda var, SAT qaydası. Onu qeyd edirəm burada. Bu qaydanı da mütləq yazıb qeyd eləyin. Deməli, buradakı S spirtdir, A aldehiddir, T da turşudur, yəni karbon turşusudur. Burada deməli spirt oksidləşir, aldehid əmələ gətirir. Aldehid oksidləşir, turşu əmələ gətirir və aldehid reduksiya olunur, spirt əmələ gətirir. Oxlarla mütləq bunu əzbərləyin. Bizə də burada deyir ki, hansı maddənin hidrogenlə reduksiya etdikdə spirt alınır. Yəni nəyin reduksiyasından spirt alınır? Baxıram ki, xəttdə aldehid reduksiya elədi və çevrildi spirtə. Deməli, cavablarda aldehid olmalıdır. Aldehid də, yəni aldehid funksional qrup olmalıdır. Aldehid funksional qrupumuz da təbii ki budur. Aldehid olan yalnızca D variantıdır. A variantındakı spirtdir. B variantındakı benzol qrupudur. C variantındakı alkendir. Y variantındakı isə sadə efirdir. Deməli, doğru variant oldu D variantı. Bu qaydanı mütləq öyrənin. Keçək 81-ci suala. 81-ci sualda deyilir ki, hansı ifadələr anilin üçün doğrudur? Deməli, anilinin yazılışını gəlin yazaq. Anilin C6, bir
dəqiqə. Aha. C6H5NH2 kimi yazılır. Gəlin indi oxuyaq. Birincidə suda pis həll olur. Deməli bizdə şərtdə doğrudur soruşur. Birincidə yazılıb suda pis həll olur. Bəli, doğrudur. Çünki biz qaydada da öyrənmişik ki, anilin suda hətta həll olunur. Bəzi yerlərdə pis həll olur, bəzi yerlərdə də həll olmur yazılır. Yəni həll olmur. Ona görə birinci doğrudur. İkincidə xlorid rusi ilə duz əmələ gətirir. Bəli. Gəlin reaksiyasını yazaq. H-xlorla reaksiyaya girəndə donor-akseptor rabitədir, duzlar əmələ gətirirdi. Yəni gəlib birləşmə reaksiyası idi, birləşirdi. Mötərizənin içərisində yazılır bu. C6H5NH3 mötərizə bağlanır, sonra isə xlor. Deməli, xlor turşusu ilə duz əmələ gətirir. Bu da doğrudur. 1 mol yandıqda 22,4 litr azot əmələ gətirir. Gəlin birinci yanma reaksiyasını yazaq. Tamam, silməyim. Buranı silək. Yandığı zaman təbii ki, üzərinə oksigen gəlinir. Yandığı zaman yadınızda qalsın aminlər, CO2, yəni karbon qazı, azot və su əmələ gəlir. Yəni digər əksər karbonlu birləşmələrdə CO2 ilə su əmələ gəlir, amma burada azotlu üzv birləşmə olduğuna görə azot da yandığı zaman çıxır. 1 mol dediyinə görə 1 mol yazırıq, balans qurmağa ehtiyac yoxdur, sadə reaksiyadır. Deməli 1 mol azot buradadır, 2 mol, daha doğrusu 2 dənə azot da buradadır. 0,5 yazıram ki, 1 moluna, yəni 1 mol olsun. Bunu hətta genetik əlaqə ilə də yaza bilərdi. Seçici reaksiyanı yazmaq ehtiyac yox idi. Onu da indi qeyd edəcəm. Yəni 0,5 mol azot yandığına görə, yəni yandığı zaman 0,5 mol azot əmələ gəldiyinə görə biz də bilirik ki, əgər 1 molu 22,4 litr idisə, onda 0,5 molda 11,2 litr olmalıdır. Yəni burada 22,4 ifadəsi yanlışdır. Bizdən doğrudur soruşur. 1, 2, yəni doğru cavab olacaq Y variantı. Genetik əlaqə ilə necə yaza bilərsiniz? Yəni belə tam reaksiya yazmağa ehtiyac yoxdur. Çünki biz onsuz da burada 1 molu verib və sonunda bizdən onsuz da təkcə azotu soruşur. O zaman sadəcə C6H5NH2 yazırsınız. Ox işarəsi qoyub əmələ gələn azotu yazırsınız. Yəni heç bunlara digərlərinə ehtiyac yoxdur. Bunun adı genetik əlaqədir. Bu qaydada yəni sizə daha çox kömək edir ki, vaxtınızı daha səmərəli istifadə edəsiniz. Burada 1 mol verdiyinə görə sənə yəni artıq bunun molunu verib. 1 mol olduğuna görə bu da 0,5 yazırsan ki, sağ və sol tərəflərdəki azotların sayı eyniləşsin. Belə. Keçək 82-ci suala. Hansı sırada soldan sağa kationların oksidləşdiricilik hadisəsi ardıcıl olaraq azalır? Bu sualı yaza bilmək üçün siz metalların elektrokimyəvi gərginlik sırasını bilməlisiniz. Mən də onu da burada qeyd edəcəm. Bütün qayda kitablarında da var. Deməli, uzadım bunu biraz. Bir dəqiqə. Aha. Litium, kalium, kalsiyum, natrium, magnezyum, alüminium. Yəni buradan litium, kalium, kalsiyum, natrium bunlar aktivlərdir. Bundan sonra isə yazacaqlarım orta aktiv metallardır. Magnezyum, alüminium, manqan, sink, xrom, ferium. Buraya yerləşməyəcək, mən alta düşəcəm. Nikel, stanyum, bunu aşağıda yazıram artıq. Plimium, hidrogen. Deməli bu hissə buradan deməli burada bitmir, burada gəlir bitir. Bunlar olur deməli orta aktivlər. Sonra hidrogen, kuprum, civə, argentium, platinium və aurum. Bunlar da olur pasiv metallar. Bu istiqamətdə mən artıq oxun ardını, yəni aşağıda çəkmək olacaq. Baxın bu istiqamətdə, yəni bu xəttin davamı kimi düşünün bunu. Belə eləyəm. Aha, yəni bu istiqamətdə reduksiya edicilik azalır, oksidləşdiricilik də artır. Bunu yadınızda saxlayın. Bu cədvəldən istifadə edirik. Bizə deyilir ki, oksidləşdiricilik xassəsi ardıcıl olaraq azalır. Amma bu istiqamətdə oksidləşdiricilik artırsa, deməli bu biri istiqamətdə də, əksi istiqamətdə də oksidləşdiricilik azalır.
Yəni sağdan sol olaraq götürməliyik. Cavablara baxıram ki, 3 element mənə verilib, sink verilib, kuprum verilib və bir də ferium verilib. Bunun sırasına baxıram. Baxıram sink burdadır. Kuprum isə bundan daha sonradadır. Deməli birinci kuprumu götürürəm. Ortada ferium var, sonra da sink. Kuprum, ferium, sink. Ardıcıllıq bu cür olacaq. Yəni doğru cavab olacaq Y variantı. Bir daha deyirəm. Ox soldan sağa olduğu zaman oksidləşdiricilik artır. Amma mənə deyir ki, oksidləşdiricilik azalır. Deməli bunun əksi istiqamətdə, yəni sağdan sola istiqamətdə oksidləşdiricilik azalır və siz həmin bu 3 element, yəni kuprumdur, sinkdir, feriumdur, bunları sağdan sol olaraq düzməlisiniz. Yəni cavabda bu da olacaq Y variantı. Keçək 83-cü suala. Hansı reaksiyada amonyak alınmır? Bir-bir gəlin reaksiyaları yazaq. Mən buranı siləm. NH4 xlor gəlir natrium OH. Burada NH4 gəlir, OH-ı götürür, çıxır NH4 OH və natrium da gəlir buradan xloru götürür, çıxır natrium xlor. Amma bu reaksiyada amonyak alınır. Niyə? Çünki NH4 OH bilirsiniz ki, naşatır spirtidir və NH4 OH 2 hissəyə parçalanır. NH3 və suya parçalanır. NH3-ə və bir də suya parçalanır. Yəni NH3 əmələ gəlir. Ona görə, amma baxın burada bizdə şərtdə deyirdi ki, amonyak alınmır. Hətta mən bunu silim. Burada elə NH3-lə su yazım. Yəni sadəcə onu göstərmək istədim ki, NH3-lə su hardan çıxır? Normalda NH4-lə OH birləşir. O da davamsız olduğuna görə parçalanır. Alınmır dediyinə görə, amma burada alınır. A variantını atıram. B variantında bu elə NH3-ün alınmasıdır. Azot üstə gələk hidrogen. Buradan da alınır NH3. Bunu da atıram. C variantında NH4 xlor parçalanaraq NH3 və bir də H xlor əmələ gətirir. Buradan da alınır. C variantını atıram. D variantında NH4 NO3-ü götürür, NH4 NO3 çıxır. Xlor da argentiumu götürür. Buradan da alınır argentium xlor. Bəli, buradan amonyak alınmır. Bizdə də şərtdə alınmır deyirsə doğru variant D variantı. Gəlin Y variantına da baxaq. Amonyum hidrokarbonatın parçalanmasıdır. Buradan da NH3 alınacaq. CO2 alınacaq və bir də su alınacaq. Yəni normalda H2CO3 alınır amonyakla birlikdə. H2CO isə davamsız olduğuna görə CO2 və suya parçalanır. Deməli bundan da amonyak alındı. Bunu da atırıq. Mütləq və mütləq bütün suallarda bütün variantları yoxlayın ki, ola bilər ki, nəsə diqqətinizdən qaçar və səhv variantı seçərsiniz. Keçək 84-cü suala. 84-cü sualda deyilir ki, temperatur əmsalı 3 olan reaksiyanın başa çatma vaxtını 54 dəqiqədən 60 dəqiqəyə qədər azaltmaq üçün temperaturu neçə dərəcə artırmaq lazımdır? Bunun üçün düsturumuz var idi. Gamma üstü delta T bölü 10. Delta T burada temperatur dəyişməsidir, bərabərdir. Tau 1 bölünsün tau 2, yəni birinci zaman anının ikinci zaman anına olan nisbətidir. Gamma da burada temperatur əmsalıdır. Temperatur əmsalını baxın şərtdə bizə 3 verib, gammanın yerinə 3 qoyuram. Delta T bölü 10-u olduğu kimi saxlayıram. Bizdə sonda neçə dərəcə artırmaq lazımdır temperaturu deyir. Yəni delta T-ni soruşur. Tau 1-i 54 verib. Çünki 54 dəqiqədən 6 dəqiqəyə qədər azaltmaq deyirsə, deməli tau 1-imiz 54-dür, tau 2-imiz də 6-dır. Yerinə qoyuram. 54-ü 6-ya böləndə 9-dur. 9-da 3-ün kvadratı kimi yazacağam. Yəni 3 üstü delta T bölünsün 10 bərabərdir 3-ün kvadratı. Əsaslar eynidir. 3-lər gedir. Delta T bölü 10 bərabər olur 2-yə. Delta T də bərabərdir 20-yə. Deməli, 20 dərəcə artırmaq lazımdır. Doğru cavab C variantı. Keçək 85-ci suala. Hansı reaksiya oksidləşmə reduksiya reaksiyası deyil? Oksidləşmə reduksiya reaksiyası o reaksiyalara deyilir ki, həmin reaksiyada bir elementin, heç olmazsa bir elementin oksidləşmə dərəcəsi dəyişsin. Yəni deyil deyirsə, heç birində oksidləşmə dərəcəsi dəyişməməlidir. Və bir də onu qeyd edeyim ki, əgər bir reaksiyada bir bəsit maddə varsa, mütləq və mütləq o reaksiya oksidləşmə reduksiya reaksiyasıdır. Çünki oksidləşmə dərəcəsi dəyişir. Məsələn, burada oksigen bəsit maddədir. Deməli, bunun oksidləşmə dərəcəsi 0-dır. Amma, məsələn, silisium O2-də -2-dir. Suda -2-dir. Oksigenin oksidləşmə dərəcəsi dəyişdi. Deməli, bu oksidləşmə reduksiya reaksiyasıdır. Yəni, ona görə deyirik ki, bəsit maddə varsa, oksidləşmə reduksiya reaksiyasıdır. Çünki bəsit maddə varsa əgər, o mütləq 0, yəni oksidləşmə dərəcəsi mütləq 0-dır. Sonra istənilən bir maddəyə keçəndə də
Yəni məcbur onun oksijen dərəcəsi dəyişəcək. Məsələn, burada alüminium var, bəsit maddə, ferium var, bəsit maddə. Bunları görən kimi cavab ata bilərəm. Səbəbi də odur ki, məsələn, alüminium burada 0-dır, sonradan isə müsbət 3-ə keçir. C variantına baxıram, oksigen var, bəsit maddədir, atıram. D variantında bəsit maddə yoxdur, 7 də yoxdur. Artıq bunlara baxmalıyıq. Yəni oksidaşma reduksiya olması üçün mütləq bəsit maddə olmalıdır deyə bir şey yoxdur. Amma bəsit maddə varsa mütləq ki, oksidaşma reduksiya reaksiyasıdır. Gəlin D variantında oksidaşma dərəcələrini qeyd eləyək. Alüminiumda müsbət 3-dür, karbonda isə mənfi 4-dür. Suya keçəndə oksigen mənfi 2, hidrogen müsbət 1, alüminium müsbət 3, oksigen mənfi 2, hidrogen müsbət 1. Metanda da hidrogen müsbət 1, karbon isə mənfi 4. Gördüyümüz kimi bu reaksiyada heç bir elementin oksidaşma dərəcəsi dəyişmədi. Məsələn, alüminium müsbət 3 idi, sağ tərəfdə də müsbət 3 qaldı. Hidrogen, oksigen, karbon hamısı eyni qaldı. Deməli, bu oksidaşma reduksiya reaksiyası deyil. Doğru cavab D variantı. Gəlin Y variantına da baxaq. Y variantında azotun oksidaşma dərəcəsi dəyişir. Çünki oksigen mənfi 2 olsa, azot müsbət 4-dür. Sağ tərəfdə də mənfi 2, müsbət 1, azot olacaq müsbət 5. Və burada da mənfi 2, müsbət 1, müsbət 3. Gördüyünüz kimi azot müsbət 4-dən müsbət 5-ə və bir də müsbət 3-ə gəldi. Deməli, oksidaşma dərəcəsi dəyişdi. Ona görə də Y variantında atırıq. Qeyd edeyim ki, oksidaşma dərəcəsinin dəyişmə qaydasını yəni oksidaşma dərəcəsinin tapılma qaydasını keçən videoda izah eləmişəm. İstəyənlər keçid eləyib baxa bilər. 86-cı suala baxıram. Hansı sıradakı bütün maddələr qatı sulfatla reaksiyaya daxil olur? A variantına baxıram. A variantında karbon qazı var. Karbon qazı turşu oksididir. Ona görə də turşu ilə heç vaxt reaksiyaya daxil ola bilməz. A variantını atıram. Çünki bizə şərtdə deyilir ki, sıradakı bütün maddələrlə reaksiyaya daxil olsun, amma CO2 daxil olmur. B variantına baxıram. Azot qatı sulfatla reaksiyaya daxil ola bilməz. D variantında silisium daxil ola bilməz. C variantında silisium 12 daxil ola bilməz. Amma Y variantında argentium, natrium, xlor, karbon hamısı qatı sulfatla reaksiyaya daxil olur. Gəlin yazaq. Karbon qatı sulfatla reaksiyaya girir. CO2, SO2 və bir də su əmələ gətirir. Natrium xlor qatı sulfatla reaksiyaya daxil olanda natrium sulfat alınır. Yəni metal gəlir, turşu qalığını götürür buradan və burada H-xlor çıxır. Argentium da qatı sulfatla reaksiyaya daxil olur. Pasiv metal olduğuna görə SO2 çıxarır. Argentium 2, SO4, SO2 və bir də su çıxır. Deməli, hər üçünə reaksiyaya gedir. Deməli, doğru variant oldu Y variantı. Keçək 87-ci suala. Hansı reaksiyanın qısa iyon tənliyi kalsium üstəgəl karbonat iyonu alınır kalsium karbonatı kimidir? Gəlin A variantından başlayıb baxaq. A variantında reaksiyamız kalsium xlorid üstünə gəlinib natrium karbonat. Bu reaksiyadan təbii ki alınır kalsium karbonat və bir də natrium xlor. Mən də bunun tam iyon tənliyini yazıram. Yəni bu maddələri açacağam. Bir dənə kalsium karbonat burada çöküntü halında olduğuna görə onu açmaq olmaz. Deməli, birincidən alınacaq kalsium 2 müsbət üstəgəl. Burada xlor mənfi yaza bilmərəm. Çünki indeksində 2 var, 2 olduğuna görə bunun əmsalına 2 yazmalıyam. Üstünə gəlirəm, yəni o sayıları mütləq nəzərə almalıyıq. Natriumun da indeksində 2 var, 2 natrium müsbət və CO3 mənfi. Sağ tərəfində açıram. Dediyim kimi kalsium karbonat çöküntü olduğuna görə bunu aça bilmərəm. Kalsium karbonat olduğu kimi qalır. Natrium xloru da natrium müsbət və xlor mənfi kimi açıram. İndi islah eləyə bilərik. Burada da natriumumuz var, burada da natrium var, xlorlar da gedir. Deməli, son olaraq bizim qısa iyon tənliyimiz kalsium müsbət, CO3 2 mənfi və kalsium karbonat olaraq qalır. Deməli, doğru variant olacaq A variantı. Qeyd edeyim ki, iyon mübadilə reaksiyaları 3 halda axıra kimi gedə bilir. Zəif elektrolit alındığında, qaz salındı maddə alındığında və bir də çöküntü alındıqda. Əgər bu 3 belə deyək, şərtdən biri ödənilməzsə, o zaman reaksiya axıra qədər gedə bilməz. Digər variantlara da istəyirsə, gəlin baxaq. Kalsium karbonat üstəgəl H-xlor yazılıb B variantında. Bu reaksiyadan kalsium xlorid alınır
və karbonat turşusu alınır. Kalsium karbonatı bayaq dediyim kimi aça bilmirəm. Kalsium karbonat olduğu kimi qalır. Hidrogen, xlor, reaksiyadan alınır. Kalsium xlorid, yəni kalsium müsbət, 2 xlor mənfi. Aha. Digərini artıq aşağıda yazacağım. Hidrogen müsbət və karbonat mənfi. Xlorlar hər tərəfdən gedir, hidrogenlər hər tərəfdən gedir və alınır kalsium karbonat. Sanki bunun parçalanması alınır. Artıq məsələn bu cavabı götürə bilməzsiniz. Çünki şərtdə sizə birləşmə reaksiyası verib, bu isə parçalanmadı. Ona görə B variantı yanlışdır. Yəni hamısını bu şəkildə yazacaqsınız. Keçək 88-ci suala. 88-ci sualda deyilir ki, bir butin molekulunda karbon atomları arasında neçə ədəd sigma və pirapitə var. Gəlin birinci butin 1 yazaq. Butin 1 adından da göründüyü kimi butin, yəni alkindi, 4 karbonlu alkin yazırıq. Bəs 3 qat rabitəni harda yerləşdiririk? Onun üstündə bizə butin 1 verib. Yəni 3 qat rabitə birinci karbona birləşib. Əgər yox bizdə butin 2 desəydi, o zaman 3 qat rabitəni ikinci karbona birləşdirəcəkdim. Burada isə butin 1 yazıram. Hidrogenlərə heç düzməyə ehtiyac yoxdur. İstəsəz düzə bilərsiniz. H3, H2 və bir də bura H birləşəcək. Bu 4 valentli olduğuna görə ikinci karbon, orada hidrogen olmayacaq. Bizdən sigma və pirapitə soruşur, amma diqqətli olun. Məsələn, burada 9-2 cavabı var. Bu da sizə doğru gələ bilər ilk baxışda, amma bu sözə diqqət edin. Karbon atomları arasında neçə sigma rabitə var? Məsələn, əgər siz bu sözə fikir verməsəz, sigma rabitələri hesablayanda buradakı hidrogenlərin sayını da götürəcəksiniz və cavab səhv alınacaq. Çünki bizdən karbon atomları arasında soruşur. Gəlin birinci sigma rabitələrin sayını hesablayaq. Karbon-karbon arası. Baxın, burada biri buradadır, biri buradadır, biri də buradadır. Yəni ümumilikdə 3 sigma rabitə var. Pirapitə isə baxın buradakılardır, yəni 2 dənə. Deməli doğru cavab olacaq 3-2. Amma yox, əgər məsələn siz bu sözə fikir verməyib ümumi sigmanı tapsaydınız, onda gərək hidrogenlərin sayını da üstünə gələrdiniz və onda cavab 9-2 olacaqdı. Amma bu cavab təbii ki yanlışdır. 89-a baxıram, deyir karbohidrogenlərdən hansı hidrogen reaksiyaya daxil olur? A variantına baxıram ki, pentandır, pentan alkandır. Yəni hidrogen reaksiyaya daxil ola bilməz. Çünki doymuş karbohidrogenlərdir və alkanlar heç vaxt birləşmə reaksiyasına daxil olmur. Ona görə A variantını atıram. C variantında metan alkandı atıram. Y variantında etan, D variantında propan, hamısı alkandır. Amma B variantı butendir. Təbii ki, hidrogenlər reaksiyaya daxil olacaq. Gəlin buten 1-in üzərində nümunədə sizə göstərim. Bunun üzərinə hidrogen gələndə, hidrogen gələcək buradakı pirapitəni qıracaq və təbii ki, alkan alınacaq. Bunda da olacaq butan. Deməli, doğru variant olacaq B variantı. Keçirəm 90-cı sualla. Hansı tənlikdə reaksiya məhsulları düzgün göstərilməmişdir? Birinci gördüyünüz kimi C6H6, yəni benzoldur. Benzolun yanmasında təbii ki, karbon qazı ilə su alınır. Bu doğrudur. Amma bizə göstərilməmişdir dediyinə görə A variantını atıram. B variantında C6H6, yəni benzol, üstünə hidrogen gəlib, hidrogenləşdirilib, siklo heksan alınıb. Bu da doğrudur. Ona görə B variantını atıram. C variantında benzolun üzərinə brom gəlinib. Baxın, burada katalizatora diqqət eləməliyik. Ferium brom 3-dür. Bəli, C6H5 brom və bir də H bromdur. Doğrudur. C variantında atıram. D variantında H-ın işıq şalları altında xlorla reaksiyaya girirsə, bu zaman bu birləşmə reaksiyası olmalıdır. Yəni sonda C6H6 xlor 6 alınmalıydı. Amma burada gördüyümüz kimi əvəz etmə reaksiyası gedib. Deməli, yanlış cavab D variantıdır. Y variantında benzolun üzərinə nitrat gətirilib, qatı sulfatın katalizatorluğu altında və burada nitro birləşmə alınıb. Bu da tamamilə doğrudur. Deməli, doğru cavab olacaq D variantı. Keçək 91-ci suala. 91-ci sualda deyilir ki, hansı reaksiyada əsasın və turşunun miqdarından asılı olmayaraq yalnız normal duz alınır? Gəlin baxaq. Burada kalsium hidroksid var və bir də qatı sulfat.
Ümumiyyətlə onu yadda saxlayın ki, əgər sualda sizə turşunun miqdarından asılı, əsaslı və turşunun miqdarından asılı olmayaraq yalnız normal duz alınır deyirsə, bu zaman reaksiyada bir əsaslı əsas və bir əsaslı turşu olmalıdır. Onu da cavablara baxırsınız. Burada 3 əsaslı əsaslı, 1 əsaslı turşudur. 2 əsaslı əsaslı, 2 əsaslı turşudur. D variantında 2 əsaslı əsaslı, 1 əsaslı turşudur. E variantında 1 əsaslı əsas var, amma bu 2 əsaslı turşudur. B variantına diqqət edin. 1 əsaslı əsas və 1 əsaslı turşu deməli doğru variant olacaq B variantı. Keçək 92-ci suala. Nə üçün natrium stearat, yəni sabun codsuda pis köpüklənir? Bu da imtahanlarda çox tez düşür. Nəzəri sualdır. Qaydanı bilməliyik ki, çünki codsuda olan kalsium katyonu stearat anilonu ilə həll olmayan duz əmələ gətirir. Buna görə də sabun codsuda pis köpüklənir. Yəni doğru cavab olacaq C variantı. Keçirəm 93-cü suala. Yalnız qeyri-üzvü maddələrdən ibarət sıranı göstərin. Bəziləri deyir ki, qeyri-üzvü maddələr deyə nəzərdə tutulur. Qeyri-üzvü kimyada öyrəndiyiniz maddələr qeyri-üzvü maddələrdir. Üzvü kimyada öyrəndikləriniz isə üzvü maddələrdir. Yəni bu qədər asan. Məsələn, biz HCOH, S2H5OH bunları harda görmüşük? Üzvü kimyada atıram. Sonra C variantına baxıram. CH3COH, CH4 bunları üzvü kimyada görmüşük. D variantında HCO, natrium, C6H6, CH7OH hamısını üzvü kimyada görmüşük, öyrənmişik. Y variantında HCOH, C2H5OH, C4H10, alkandır, spirtli, turşudur. Bunları da biz qeyri-üzvüdə öyrənmişik. Amma B variantında gördüyümüz kimi kalsium karbonat, natrium hidrokarbonat, yəni çay sodası, eyni zamanda CO2 karbon qazı. Hamısı qeyri-üzvü maddələr olduğuna görə doğru variant olacaq B variantı. Keçək 94-cü suala. 94-cü sualda deyilir ki, 2 mol azot 2 oksid parçalandıqda 180 kilojul istiliyə ayrılır. Azot 2 oksidin əmələ gəlmə istiliyini tapın. Ümumiyyətlə, gəlin birinci azot 2 oksidin parçalanmasını yazaq. NO-nu parçalayırıq. Burada da əmsallaşdıranda qabağına 2 düşür. Ümumiyyətlə, bu reaksiya azot 2 oksidinin alınma reaksiyası. Normalda bu birləşmə reaksiyadır, amma bu bizim istisna reaksiyamız idi ki, birləşmə reaksiyaları çox vaxt eksotermik olsa da, bu endotermik reaksiya idi, yəni mənfi 2 idi. Təbii ki, bunun əksi də olacaq müsbət 2, çünki bu tərəfi bilirik ki, müsbət 2-dür. Yəni bu bizim istisna reaksiyamızdır. Normalda eksotermik olmalı olsa da endotermik reaksiyadır. Yəni burada da bizə parçalanma deyir, baxın şərtdə. Parçalanmada da normalda parçalanma reaksiyaları bilirik ki, endotermikdir, amma bu istisna reaksiyamız olduğuna görə bu gördüyünüz kimi eksotermik reaksiyadır. Bizə 2 mol dediyinə görə bunu əmsallaşdırdıq. 2 elədik, 180 kilojul istilik ayrılır. Yəni müsbət 2-nü bizə 180 verib, silib bunun yerinə 180 yazıram. Azot 2 oksidin əmələ gəlmə istiliyini hesablayın. İndi də altdan bunun əmələ gəlmə reaksiyasını yazıram. Bayaq yazmışdım. Baxın, əgər reaksiyanın sağ tərəfində müsbətdirsə, bilirik ki, bu tərəfdə mənfidir. Yəni, bu müsbət 180 kilojoldusa, bu da mənfi 180 kilojoldur. Bu da axı bunun birləşən tərəfidir. Yəni, baxın, bu tərəflə bu tərəf eynidir. Deməli, bu mənfi 180 kilojol olacaq. Amma çaşıb cavabı mənfi 180 götürməyin. Çünki bizə istiliyi soruşmur. Əmələ gəlmə istiliyini soruşur. Bizdə daxı əmsalda 2 var. Mütləq həmin o mənfi 180 kilojolu bölürəm 2-yə. Bu deyir mənfi 90 kilojol. Yəni doğru cavab olacaq A variantı. Keçək 95-ci suala. 6,2 qram natrium oksidi 43,8 qram suda həll etdikdə alınan məhlulda natrium hidroksidin kütlə payını hesablayın. Deməli, natrium oksiddir və bir də sudur. Gəlin birinci natrium oksidin su ilə reaksiyasını yazaq. Buradan təbii ki, alınacaq natrium OH. Əmsallaşdırsaq da bura 2 düşür. Deyir ki, 6,2 qram natrium oksidi, baxın burada verib bizə bunu 6,2 qram verib və 43,8 qram da su verib. Həll etdikdə alınan məhlulda natrium hidroksidin kütlə payını hesablayın. Burada hər tərəfi 10-a vururam, yəni bunu 62 qram, bunu da 438 qram eləyirəm. Normalda isə bunların qramlarını yazsaq, normalda natrium oksid, baxın burada emerin verib ki 62-dir. Normalda bu 62 qramdır. Bu hissənə yəni natrium OH isə 40 qramdır.
Baxın, deməli bu 62 qram bunun özünün kütləsidir. Yəni normalda 62 qram olmalıdır, amma bizə verilib 6,2 qram. Bunda ona vuranda gördüyünüz kimi bunlar bərabərləşdi. Deməli, bizdə natrium oksiddən 0,1 mol götürülüb. Biz də görürük ki, natrium oksidlə su reaksiyaya 1-in 1-ə nisbətində gedir. Yəni əgər bu 0,1 mol götürülübsə, deməli 0,1 molda su reaksiyaya daxil olmalıdır. Biz də bilirik ki, 1 mol su 18 qramdır, amma bunun 0,1 molu olmalıdır. 1,8 qram reaksiyaya daxil olmalıdır. Amma baxın, bizə verib ki, 43,8 qram daxil olur. Deməli, 43,8 qramdan bunu silirəm. 43,8 qram sudan 1,8 qram reaksiyaya daxil olub, 42 qram artıq qalır. Yəni 42 qram su artıq qalır. Yəni biz ona görə deyirik ki, alınan məhlulda, çünki alınan məhlulda artıq natrium oksid tamamilə sərf olunur. Çünki onsuz da MR 62 idi. 0,1 molda reaksiyaya daxil oldu. Bundan da yəni 0,1 mol reaksiyaya daxil olmalıdır sudan və 42 qram artıq qalmalıdır. Deməli bizim məhlulumuzda artıq natrium oksid qalmayacaq, natrium OH və bir də su qalacaq. İndi natrium OH-a baxaq. Gördüyünüz kimi bu 1 mol, bu 1 mol, bu da 2 moldur. Yəni bunlar əgər 0,1 mol olubsa, bu da 0,2 mol olmalıdır. 40-ın da 0,2 molu bilirik ki, 8 qramdır. Yəni ki, 8 qramda natrium OH alınıb. Deməli, 8 qram natrium OH-mız alınıb, 42 qramda suyumuz qalıb. Hətta burada qeyd edeyim, 8 qramda natrium OH. Deməli, ümumilikdə 50 qram bizim ümumi məhlulumuzdur, yəni 100%-dir. Bəs natrium hidroksidi nə qədərdir? Bizdən natrium hidroksidi soruşur. 8-də x-dir. Bunları iki tərəfdən apararam, qalar 2, x-i də buradan tapıram, 16 qram. Deməli, doğru cavab oldu C variantı. Keçək 96-cı suala. Buranı silək. 96-cı sualda deyilir ki, hansı alkanın 0,1 molunun kütləsi 4,4 qramdır? Deməli, 0,1 molunun kütləsi 4,4 qramdır. Mən də tapmaq istəyirəm ki, bəs bunun 1 molunun kütləsi nə qədərdir? Təbii ki, x-i buradan 44 tapıram. Biz də bilirik ki, burada alkan deyildiyinə görə alkanın düsturu CnH2n+2-dir. MR-ləri də 14n+2-dir. Çünki karbon 12-dir. N-ə vuranda 12n. Üstünə də 2n+2-nə gələndə 14n+2-ni bərabər edirəm bunun MR-nə, yəni 44-ə. Çünki bu MR-in düsturuydu. 14n də buradan bərabər oldu 42-yə. N də tapdım 3. Deməli, N-i gətirib bu düsturda yerinə qoyuruq. Alınır C3H8, yəni propan. Doğru cavab olacaq A variantı. Keçək 97-ci suala. Hansı reaksiya getmir? Elə A variantı reaksiyaya getmir. Çünki əgər bir turşunun duzu verilibsə və yaxud da turş duz verilibsə və tərkibində 2 hidrogen varsa, o heç vaxt 3 əsaslı turşular reaksiyaya girə bilməz. Əgər birli olarsa, məsələn, baxın, D variantına fikir verin. Burada var 1 hidrogen var. Bir dəqiqə. 1 hidrogen var burada gördüyünüz kimi və o 3 əsaslı turşuna reaksiyaya gedib. Bu tamamilə normaldır. Amma A variantında 2 hidrogen var və heç vaxt 2 hidrogenli, heç vaxt 3 əsaslı turşular reaksiyaya gedə bilməz. Bizdən də şərtdə getmir soruşur. Ona görə doğru cavab olacaq A variantı. Onu da qeyd edeyim ki, əgər heç bir hidrogen olmasa, məsələn, B variantındakı kimi natrium ortofosfat, yəni burada baxın, hidrogen yoxdur. Bu da tamamilə normaldır. Yəni ortofosfat turşusuna reaksiyaya gedə bilər. C və Y variantlarında isə C variantında oksiddir, Y variantında isə duzdur. Təbii ki, bunlarda yəni ortofosfat turşusuna reaksiyaya daxil olacaq. Doğru cavab A variantı. Keçək 98-ci sualda. Hansı reaksiyalarda hidrogen alınır? Gəlin birincisinə baxaq. Kalsium üstə gələk su. Bəli, kalsium H2 və bir də hidrogen alınacaq. Ümumiyyətlə yadınızda qalsın. Aktiv metallar su ilə reaksiyaya daxil olanda, əgər aktiv metal, hər hansı bir aktiv metal və onun hidridi, özü və hidridi su ilə reaksiyaya girəndə hidroksidləri alınır və bir də hidrogen çıxır. Amma yox, aktiv metalın oksidi reaksiyaya daxil olarsa, məsələn, deyək ki, X 2 valentli metaldır. Onda su ilə reaksiyaya girdiyi zaman yalnız və yalnız hidroksid çıxacaq. Yəni artıq bizdə burada hidrogen çıxmır. Yəni əgər aktiv metalın hidridi və yaxud özü su ilə reaksiyaya daxil olarsa, həm hidroksid, həm hidrogen çıxır. Yox, əgər oksidi su ilə daxil olarsa, o zaman yalnız əsas çıxır, hidrogen çıxmır.
Burada da gördüyünüz kimi kalsium metalın özüdür, yəni X-dir. Bu zaman təbii ki, hidrogen çıxacaq. 1 doğrudur, yəni alınır. İkinciyə baxıram. Ferium. Feriumun su ilə reaksiyasından ferium oksid çıxır və bir də hidrogen çıxır. Bəli, ikincisindən də çıxır. Üçüncüyə baxıram. Kuprumun nitratla reaksiyası. Burada təbii ki, çıxmayacaq. Çünki istəyir bu nitrat duru nitrat olsun, istəyir də qatı nitrat olsun. Duru nitratla NO verəcək, qatı nitratla da NO2 verəcək. Yəni və bir də su çıxa bilər. Hidrogen burada təbii ki, çıxmır. Ona görə 3 deyil. Qeyd edeyim ki, nitratların reaksiyalarını əzbərləməyəsiniz deyə sizinlə çox gözəl bir üsul paylaşmışam. Bundan əvvəlki videoda istəyənlər baxa bilər. Dördüncüyə baxıram. Dördüncüdə təbii ki, natrium gəlib xloru götürür, hidrogen də OH-ı götürür və su çıxır. Yəni buradan da hidrogen çıxmır. Ona görə doğru cavab olacaq 1-2, yəni Y variantı. Keçirəm 99-cu suala. 99-cu sualda deyilir ki, flor, natrium və alüminium ionları üçün doğru olan nədir? Yəni, hər üçü üçün ümumi olan bir cavab seçməliyik. Gəlin başlayaq flordan. Flor 9 verilib və yuxarısına mənfi verilib. Bilirik ki, mənfi olanda üstünə gəlirik. Yəni 9-un üstünə 1 gəlirik. Bu mənfidir. Yəni mənfi 1-dir. 9-un üstünə 1 gəlirik, 10 eləyir. Natriuma keçirəm. Natrium 11. Üstündə müsbət yazılıb. 11-dən, yəni bu da müsbət 1 deməkdir. Müsbət 10-da demişdik ki, çıxırıq, yəni 10 olur. Alüminiumda da 13, müsbət 3 olur. Yəni burada da çıxırıq, 10 qalır. Gördüyümüz kimi hər üçünün elektron sayı 10-dur. Deməli, bunlarda ümumi olan elektronların sayıdır. Cavablarda sizə bəzən verilə bilər elektronların sayı və yaxud da baxın bu şəkildə elektron formulları, yəni açılmış şəkli verilə bilər. İndi gəlin biz onu açaq. 1s2, 2s2, 2p6. Üstünü toplayıram. Baxın 2, 2, 6 ümumilikdə eləyir 10. Bəli, deməli elektron formulları 1s2, 2s2, 2p6 şəklindədir. Doğru cavab B variantı. Baxın, digər, məsələn, protonların sayı eynidir deyir. 9, 11, 13-dür, fərqlidir. Güclü redüks edicilərdir, güclü oksidləşdiricilərdir. Təbii ki, səhvdir. Y variantında da xarici elektron təbəqələrinin tamamlanması üçün bir elektron çatmır. Baxın, burada ionları dediklərinə görə təbii ki, biz elektron formulu, yəni elektronların elektron formulunu açmalıyıq. Əgər yox, məsələn, burada atom desəydi və yaxud da proton desəydi, o zaman, bəli, o zaman və yaxud da element desəydi, o zaman protonları aça bilərdik. İon dediyinə görə elektron açırıq. Elektron təbəqənin tamamlanması üçün bir elektron çatmır deyir. Bu fikir yanlışdır. Çünki 2p6-dır. P-də də bilirik ki, 3 otaq var. Burada deməli P-ləri düzdüyümüz zaman maksimum 6 dənə elektron yerləşə bilir. Yəni tamamilə dolub. Ona görə təbii ki, bu variantlar da yanlışdır. Keçirəm son suala. 100-cü sualda deyilir ki, hansı reaksiya getmir? Birinci kalsium üzərinə hidrogen gəlib. Təbii ki, bu reaksiyaya girir. Deməli, kalsium hidrid alınır. Kalsium hidrid alınır. Yəni bu reaksiya gedir, amma bizə getmir, soruşur. Ona görə A variantını atıram. Yadınızda qalsın, bu çarağı adlanır. Düzdür, imtahanlarda çox da çarağı ifadəsi düşmür, amma bilsəz yaxşı olar. Aurum və platin heç vaxt qatı nitrat reaksiyaya daxil olmur. Deməli, doğru variant olacaq B variantı. Argentium təbii ki, qatı sulfatla reaksiyaya daxil olacaq. Argentium, bir dəqiqə, bu yox. Argentium sulfat alınacaq. SO2 alınacaq və bir də su alınacaq. Yəni, bu da reaksiyaya gedəcək. Ferium üzərinə H-xlor gələndə təbii ki, reaksiyaya gedəcək. Ferium xlor 2 və hidrogen alınacaq. Demişdik ki, H-xlorla reaksiyaya daxil olursa ferium 2 valentdə olur. Yox, əgər təkcə xlorla reaksiyaya daxil olursa, o zaman 3 valentdə olur və ferium xlor 3 alınır. Y variantında isə natriumun oksigenə reaksiyasıdır. Bundan da təbii ki, natrium peroksid alınır. Yəni, bu da reaksiyaya gedir, reaksiyaya getmir. B variantı. Bu günlük bu qədər. Bugünkü sınağın da sonuna gəldik. Gələn videolarda görüşənədək sağ olun.